Sizə çox maraqlı və dərs verən bir hekayə danışacağım. Bu hekayə mənim çox sevdiyim bir kitab var. Onu tez-tez oxuyuram. Artıq 3-cü dəfədə oxuyuram. O kitabı yazan təlimçinin başına gəlmiş bir hekayədir. Bu adam Dubaya təlim verməyə gedəndə və söhbət hardasa 2000-ci illərə yaxın bir tarixdən gedir. Dubaya təlim keçməyə gedəndə orada bir mağazaya daxil olur və yoldaşına telefon almaq istəyir ki, orada elektronika məhsulları öz ölkəsinə nisbətən daha ucuzdur. Və yaxınlaşır, telefonu tam almaq istədiyi vaxtda ağlına gəlir ki, yaxınlıqdakı marketdə dünən onu daha ucuz qiymətə görmüşdü. Amma cəsarət edib mağazadakına deyə bilmir ki, satıcıya deyə bilmir ki, orada daha ucuzdur. Deyir, inşallah sabah gəlib alaram. Bu zaman satıcının ona verdiyi sual çox maraqlıdır. Satıcı ona belə sual verir ki, sizin üçün inşallah nə qədər müddət əhatə eləyir, zaman olaraq, yəni bunu mənə deyin. O da təəccüblənir. Satıcı dərhal reaksiya verir ki, müsəlmanlar üçün inşallah 6 aya yaxın bir vaxtdır, bəs sizin üçün inşallah nə qədər vaxtdır? Təlimçi həm təəccüblənir, həm gülmək istəyir və həmin an elə peşman şəkildə mağazadan geri qayıdır və deyir ki, mən 2-3 gün ərzində, bəlkə həftələrlə bu məsələni düşündüm. İnşallah deyərək nə qədər insana söz vermişəm, dostlarıma, yaxınlarıma, ailə üzvlərimə söz vermişəm və onu eləməmişəm. İnşallah bunu eləyərik. Və ya adi bir kimsə görüş təklif edəndə belə inşallah gedərik deyib nə qədər uzatmışam məsələni. Deyir, əslində inşallahın zaten dini olaraq mənası odur ki, Allah izin versə. Və həqiqətən də əgər sənin canın sağdırsa, yəni hal-hazırda o verdiyin sözlərin yerinə gətirməyə gücün, imkanın, şəraitin varsa, vaxt olaraq da biraz çalışsan ayarlaya bilərsən. Bunları yerinə gətirməlisən. Çünki dildən çıxan hər bir şey sözdür və biz bunu yerinə gətirməliyik. O qədər söz var ki, inşallah deyib heç vaxt eləmirik. Və orada bağlayırdı onu yalana, yəni düşündüklərimizə. Bəzən düşüncəmizdə belə kiməsə nəsə eləmək istəyirik, amma onu heç dilimizdən çıxarmırıq. O da əslində bizim üçün söz dəyərində bir şeydir. Yəni kiməsə söz vermək dəyərində bir şeydir. Və əgər sən söz verdiklərini eləyirsənsə, eləməyə çalışırsansa, həm özgüvənin aşağı düşmür, həm özünə olan hörmətin aşağı düşmür, həm də gələcək daha böyük türk demiş olanaqlar sağlayır ki, sən eləmək istədiklərindən də artığını eləyəsən. Mən həmişə bunun üstündə düşünmüşəm, ədəbiyyatla olan bağlılığımı, yəni nəmi sözlər niyə olduğundan daha aşağı bir dəyər görür əslində. Yəni bir şey deməyə də bilərik, yəni heç deməməyimiz deyib eləməməyimizdən daha yaxşı bir şeydir, daha çox hörmət qazandıran bir şeydir bizə və biz əslində ən dəyərli olan şeyə, insanı insana ən yaxşı şəkildə bağlayan bir şeyə göz ucu baxırıq və sözün də dəyərini salmış oluruq. Halbuki söz bütün dövrlərdə yəni ən dəyərli bir şey olub. Düşüncələrimiz belə. Yəni o hekayədə zaten ən xoşuma gələn hissə düşüncələrimizdə belə kiməsə söz veririk, amma onu əsla eləmirik hissəsi idi. Həmin təlimçi ondan sonra yəni hər inşallah dediyi sözü yerinə gətirməyə çalışıb və həyatı çox dəyişib, ondan bəhs eləmişdi.